Deməli, Çanqan AS05-dir. Bunun bakamilanjurunu kəsirdim. Deməli, burada maraqlı nə hadisə baş verir? Fikir verin. Bu hələ Lagondanın şeyindən, işçisindən. Bax, görürsünüz, burada bu keçə kimi şey qoyublar. Bu keçə kimi bir şey, yəni sönmək bilmir də. Bayaqdan elə bir bu pambığı necə yandırırsan tüstülüyür ha. Bax, elə vəziyyətdir, yana gedir. Yəni bu düşür düz katalizatörün arxasına düşür bu hissə. Bunlarda yəni bax pirboyza da olsa, katalizator qızsa, katalizatorda o partlama olur, səs pirboy eləyəndə partlayır ha. Maşınların yanma səbəbinin çoxsu ondandır. Pirboy eləyir, bax partlayır, bax bu birinci bu əski alışır burada. Bunu elə bir material qoyublar ki, yanan material. Bu motorxanaya mən başa düşəmirəm. Bu yanan materialı nəyə görə qoyurlar qardaş? Bu nə məsələdir? Yəni birinci dəfədir belə şey görürəm. Ha, sönmək bilmir də yəni. Öz-özünə elə yana gedir. Hələ bu Lagondanın necə deyirlər, o struşkalarından yanır bu. Göründü bu motorxanada nəysə alışma baş versə, bunu söndürmək yəni qeyri-mümkün olar da.